Qeyd edəcəyim 3 qayda ilə imtahan nəticəsində fərq yarat. Əziz abituriyentlər, buraxılış imtahanına 3 ay kimi az bir vaxt qaldığını nəzərə alaraq artıq planlı şəkildə işləməli olduğumuzu bilirik. Və bu videoda mən sizə 3 qayda deyəcəm, hansı ki bu 3 qayda ilə 3 ayda nəticənizi qat-qat artıra bilərsiniz. Nədir bu 3 qayda? Birinci qayda. Test işləyərkən etdiyiniz səhvləri araşdırın. Yəni bu səhv nədən qaynaqlanır, hansı mövzuda çətinliyiniz var və s. İkinci qayda. Mütəmadi olaraq sınaqlar işləyin və qurumların sınaqlarına gedin. Bu sizə həm mütəmadi təkrar etməyinizə kömək olacaq, həm də ki, imtahan stresinin idarə olunması, vaxt bölgüsü və s. çox kömək olacaq. Üçüncü qayda isə müəyyən vaxt aralığında, məsələn, həftədə bir dəfə özünüzə təkrar vaxtı ayırın. Məsələn, həftədə bir dəfə kitabı təkrar edəcəm və məsələn, bu bölmədən bu bölməyə kimi, natural ədədlərdən bərabərsizliklərə kimi mövzuları təkrar edəcəm. Bu şəkildə ayıraraq kitabı mütəmadi olaraq ayda bir dəfə və s. ayda 2 dəfə, 3 dəfə. Bu əlbəttə ki, şagirdin bazasından asılı olaraq dəyişə bilər. Təkrar edin. Əsas məsələ burada təkrardır. Qeyd etdiyim 3 qaydanı mütəmadi şəkildə istifadə etsəniz, imtahan nəticənizdə qat-qat bir artım müşahidə olunacaq. Sağ olun, növbəti videolarda görüşmək üzrə.